این جمع خیلی گرامی علام تبدیل گناه برای بیل قازنا شده چه نپادی گناه ده کرکتازوا کنی چه گناه نه مروار لiteratür aldacada Kürk anlamada dekabr şaz dekabr vazra Beynelxalq Bakı Multikulturalizm Merkezli Gülerleri Eyvaza Xkağa eseri Edla Tomdi Çinalı Xudday Mereket Xanvar Gila ha Mereket Kıtsar şehirde qilat xuzva ve qaniçi günübni ha in Mereket tecrübe Buyur Kiliga Allah rahmet eylesin. Allah Onlar oyun var ya. Güneş var mı? Güneş fazla. Biz de. Güneş fazla. Sol tarafı. Burada iştirak ediyor Multikulturalizm icraçı direktörünün mavini Ramin Məlim ve bizim köhneden tanıdığımız esas jurnalist kimi ve Hindi şöbe müdürü kimi Multikulturalizm'de Azər müəllimdə, Araz müəllimi. Burada yığışanlar da yani ki Kusar'ın esas ictimaiyyətidir, esas qabaçı insanlardır. Görüm Zal müəllim də gəlib Xaçmazdan. Sizin icazənizlə biz Ramin müəllimə söz verək və Ramin müəllim bir açılış eləsin. Sonra da biz özümüz öz sözlərimizi deyərik. İtiraz yoxdur ki. Buyurun. Teşekkür ederim. Hörmətli qonaqlar, ilk öncə hamınızı salamlayıram. Bugün mühüm bir tədbirdə iştirak edirik. Eyvaz müəllimin, bizim hörmətli şairimizin seçilmiş əsərlər 2 və Qurban Səidin Əli və Nino əsərinin ləzgi dilinə tərcüməsinin təqdimatıdır. Bugün Qusar şəhərində bu tədbirin keçirilməsi çox mühüm bir hadisədir. Biz təqdimatın birinci hissəsini Bakıda bizim Beynəlxalq Multikulturalizm Mərkəzində keçirtdik. Ancaq həm Samur Ləzgi Milli Mədəniyyət Mərkəzi İctimai Birliyinin həm də bizim belə bir bilgə ideyamız oldu ki, ikinci hissəni də Qusar rayonunda keçirdək. Eyvaz müəllimin doğulub, anadan olub, başa çatdığı bir bölgədə. Təbrik edirəm Eyvaz müəllim sizi. Qonaqların da hamısını bir daha salamlayıram. Təqdimat mərasiminə keçə bilərik. Buyurun. Ki mən Samur Ləzgi Milli Mədəni Mərkəzin İctimai Birliyinin sədriyəm və eyni zamanda mən iş adamıyam, mən həmkarlarda işləyirəm. Həmkarlarda da bir ictimai birlik var, oranın sədriyəm. Buna baxmayaraq, belə işləri bizim idarə heyətinin üzvlərinə hərəsinə bir sahə tapşırılıb və o sahə üzrədə bunlar məşğuldurlar. Bunlardan əsas məşğul olan Kəmran müəllimdir bu yazıçılarla. Mən həmişə demişəm ki, bir hər kətdən kimsə yaza bilirsə, o yazmalıdır. Çünki indi baxırıq, biz heç kəsin tarixnaməsi yoxdur, bəlkə üçüncü nəsli soruşsan bilən yoxdur. Yazıçılarımız da çoxdur. Elə yazıçılar var ki, onların heç kitabları, dəftərləri çap olunmuyor. İndi biz Kəmranə bu həvalə eləməklə bərabər eyni zamanda demişik ki, axtar tap. Axtar tap və bunları bir yerə yığır. Ona görə sağ olsun ki, böyle bir şey de yaradıb, Marvar klubun yaradıb. Çünki bunu yığmaqla insanlar bir yerə yığışırlar. Yığışanda da dəyişmə olur, bir-birindən ünsiyyət olur, tanışlıq olur.
Bu hamısı bizim xalqımızın, millətimizin adət-ənənələrinə uyğun şeylərdir. Birinci növbədə istərdim ki, burada qadınlar iştirak edirlər. Xanımlar hamısının qarşısında gələn 8 Mart bayramı münasibətilə təbrik edeyim. İkinci növbədə də istərdim ki, biz hamımız kimsə itirib müharibə dövründə, kiminsə evində qazi var, kiminsə evində şahid var və bir dəqiqə sükutla biz bunları yad eləyərdik. Allah rəhmət eləsin. İcazenizle bizim hamımızın adından bize gösterilen bu yardıma, kömeğe, desteğe göre rayonun lider başçısı Sahil müəllimə minnətdarlıq bildirək ve ona arzulayaq ki, bütün belə tədbirlərin keçirilməsində görürük biz televizorda, internetdə görürük, rayonda yaxşı tədbirlər keçirilir. Bu da bir tədbirdir. Bu da tədbir də bağlıdır bizim dilimizlə, bilim adətimizlə, bizim ənənəmizlə. Ona görə belə adət tədbirləri keçirtməkdə də Sahil müəllim elə dəstək ol vermişə. Çox sağ olsun və biz ona sizin adınızdan, hamımızın adından ona minnətdarlıq bildirərik tədbirin sonunda. Buyur Kəmran. İmran bəy, çox sağ olun. Deməli, bizim tədbirimiz həmin bu tədbir birinci dəfə, ilk dəfə Ramin mənim qeyd elədi. Bakıda biz bunu keçirtmişik. Bu ikinci dəfə həmin tədbirin, həmin kitabın təqdim edilməsidir. Ramin bəy, mən çalışmışam ki, keçən dəfə olunan təqdimatdan biraz fərqli olsun. Orada çıxış eləyənlər təkrar olunmasın, başqa adamlar çıxış eləsin. Şükür Allah ki, Eyvaz müəllimin yaradıcılığı o qədər genişdir ki, bundan sonra bir neçə tədbir keçirmək yenə imkanımız var, təkrar olunmaz. Ona görə də mən yenə də qeyd edirəm ki, bizim tədbirimiz bugün 2 dildə keçiriləcək. Həm ləzgi dilində, həm də Azərbaycan dilində. Kim hansı dildə istəyir, o dildə çıxış eləyə bilər və danışa bilər. Bizim tədbirimizi başlamazdan qabaq mən Eyvaz müəllimin bir dənə qəşəng bir şeiri var. Bizim Ruslan Şeydayev onu oxuyub. Ruslan Şeydayev bizim radionun həm redaktoru, həm diktoru idi. İndi bu saat məzuniyyətdədir. Xəstəliklə əlaqədar olaraq, səhhəti ilə əlaqədar olaraq gəlib iştirak edə bilmədi. Amma onun səsinə biz qulaq asacağıq Eyvaz müəllimin şeirini. Buyur. Zakü xator xayi kastis qan buda. Can amaçda, iyi damarda can buda. Günü buda, İmir buda, şan buda, ziç al reqemir. El-Qenet şberin navaris kilik. Çiliz ikram aya zavaris kilik. Allah tay qezavay çavaris kilik. Ziç al reqemir. Savun qatan bile şiir avaçta. Şinr saharay fikir avaçta.
el kaçır rahunriz ehir avaçta ziç al rekimir. Juman gaf yetim taz batanik şiz, avay gaf lahayta el koynak çiz, Emilya amaydı çehit tal çiz, ziç al rekimir. Aku kartsasi da hünta hayyabu, el törte yat pada çal keyta agu, Tijerval sural çi neselrin tfu, ziç al rekimir. Sare tel poentiyiz jezbaşta çalah, Juan gaf avaçta napatandila, Yast harikel hıh, Tuştavun Allah, ziç al rekimir. Tahayta masak abanar koydaçaz. Koydaç, koydaç, koner koydaçaz. Ya tuşta şasanal, reketon eyvaz, ziç al rekimir. Çiç al rekimir. Deməli, hər dəfə mən qeyd etməli oluram ki, keçən dəfə də qeyd edirəm, bu dəfə də qeyd edirəm ki, bizim doğma ləzgi dilimiz UNESCO tərəfindən itib batmaqda olan dillər siyahısına daxil olub. Biz çalışırıq ki, bu dili həmin siyahıdan çıxaraq. Çıxarmaq üçün biz bu dili inkişaf etdirməliyik, danışmalıyıq, dövlətimizin qayğısını artırmalıyıq və biz ictimai təşkilat olaraq Ramil müəllim, sizin təşkilatı dövlət təşkilatıdır. İctimaiyyət bizlə, biz də sizlə əlaqəli olub bu ləzgi dilini həmin o sıradan çıxartmağa çalışmalıyıq. Bu Eyvaz müəllimin dediyi, indi oxuduğu şeirdir ki, bizim dilimizin qorunması barədə olan bir gözəl şeir idi. Eyvaz müəllimin belə şeirləri çoxdur. Deməli, bugün bizim məclisimizdə Bakı Beynəlxalq Multikulturalizmin aparıcı mütəxəssisi Araz Qurbanov iştirak edir. Keçən dəfə Araz müəllim yox idi. Bu da bir yenilikdir. Araz müəllim, buyur, söz sizindir. Təşəkkür edirəm. Hörmətli xanımlar və cənablar, ilk növbədə mən Eyvaz müəllimi ürəkdən təbrik edirəm və bir məsələni istəyirəm vurğulayım. Kitabın ilk təqdimatı Bakıda, ikinci təqdimatı Qusada keçildi. Mənə gəlir ki, bu cür kitablar nə qədər çox Azərbaycanın müxtəlif bölgələrində də təbliğ olunarsa, bir o qədər yaxşıdır. İkinci məsələ, bilirsiniz, xalqın böyüklüyü ya kiçikliyi onun sayından asılı deyil. Xalqın böyük kiçikliyi onun mədəniyyətidir. Xalqın böyük kiçikliyi onun daşıyıcıların, bu mədəniyyətinin daşıyıcılarının öz ana dillərini qorumasıdır, öz ana dillərini inkişaf etdirməsidir. Kamran müəllim bir maraqlı bir fikir dedi. Mən o fikirlə qismən razıyam. Dedi ki, bəs UNESCO-da ləzgi dili deməli, itib batan dillər siyasətine daxil olub. Bilirsinizmi, əgər dilin daşıyıcısı öz ana dilini qorumursa, öz inkişaf etdirmirsə, onu kim qorumalıdır? Dövlət yardım edir. İmran müəllimlə bizim dəfələrlə söhbətlərimiz olub, mərkəzdə söhbətlərimiz olub. Biz Azərbaycanda yaşayan bütün xalqlara təklif edirik ki, öz ana dillərində kitab, məsələn, dünən zəng oldu bizə ki, məsələn, bir xanım tat dilində dərslik hazırlayıb, indi biz onu da çalışırıq kömək eləməyə. Yəni, təşəbbüs sizdən gəlməlidir. Nə qədər çox təşəbbüs sizdən gəlsə, biz o təşəbbüsü yerinə yetirməyə həmişə hazırıq. Bir istərdim mən bir məqama da toxunum. Bayaq ləzgi dilində şeiri dinlədik. Təəssüflər olsun ki, mən ləzgi dilini bilmirəm. Amma bəzən dili onun poeziyasından, şeiriyyətindən sevmək olur. Və burada mən bir ləzgi dili ilə Azərbaycan dili arasında bir ortaqlıq gördüm. O da nə idi? Şeirin vəzni idi. Onu siz daha yaxşı, şairlər daha yaxşı bilər. Yəni, heca vəzni tamamilə o vəznə görə başa düşmək olur və təbii ki, bəzi sözlərə də görə də başa düşmək olur. İstərdim ki, bir vacib amil də diqqətinizə çatdırım.
O da nədir? Yəni bizim hər birimizə aiddir. Biz 44 günlük vətən müharibəsini Azərbaycan xalqlarının dəmir yumruğu adlandırırıq. Dəmir yumruq təkcə bu dəmirdən tökülmüş silah deyil. Əgər biz əllərimizə baxsaq, əl 5 barmaqdan ibarətdir. Bugün bizim o qələbəmizin əsas şərti odur ki, hər barmaq Azərbaycanın bir xalqı idi. Onlar birləşməsəydi, onlar birlikdə düşmənlə mübarizə aparmasaydı, biz böyük vətənimizi azad edə bilməzdik. Hörmətli Şahid müəllim buradadır. O bu məsələləri çox gözəl bilir. Bilir ki, düzdür, həm 44 günlük müharibədən öncə, həm ondan sonra, həm xarici ölkələrdə nə qədər bizə baskılar olub, Ermənistandan baskılar olub, xalqlar arasında münasibətləri pozmağa, xalqlar arasında hər hansı bir qarşıdurma yaratmağa. Amma bu da, bilirsizmi, tamamilə əbəs təşəbbüsdür. Çünki nəyə görə? Çünki Azərbaycanda yaşayan xalqlar bir-birinə o qədər qaynayıb qarışmışlar ki, artıq bizim belə deyək, ortaq davranışımız da var, ortaq düşüncəmiz də var. Amma bu düşüncədə, bu davranışda ən vacib şərt hər bir xalqın və bizim mərkəzin də əsas vəzifəsi budur ki, hər bir xalqın öz ana dilini, mədəniyyətini qoruyub saxlaması və inkişaf etdirməsidir. Dövlət bu sayədə hər cür deməli, əlindən gələn yardımı göstərməyə hazırdır. Elə bugün hörmətli Eyvaz müəllimin kitabının təqdimatı da və onu bir daha təbrik edirəm Eyvaz müəllim. Və mən çox arzulayıram ki, yenə də bu kitabın təqdimatı təkcə bu mərkəzlə kifayətlənməsin. Qusarda, Xaçmazda yaşayan deməli, ləzgilərin sıx yaşadığı məntəqələrdə də təqdim olunsun. Eləcə də ola bilər ki, lap əgər Azərbaycan dilinə tərcüməsi var da, paralel olaraq Azərbaycan bölgələrində də olsun. Sizə uğurlar arzulayıram. Yeni kitablar var. Araz müəllim, çox sağ olun. Allah sizdən razı olsun. Deməli, keçən dəfə məclisdə bizim ləzgi dilində əvvəllər çap olunmuş Çıraq jurnalının baş redaktoru və təsisçisi də var idi. Bu dəfə onlar iştirak edə bilməyiblər, iş günü olduğu üçün çatdıra bilməyiblər özlərini. Bu vaxt biz razılığa gəldik ki, Ramil müəllimdən həmin jurnalın bərpası üçün yardım etmək lazımdır. Yaxın Ramil müəllim bu işlə məşğul olur. Mən yenə yadınıza gətirmək istəyirəm ki, o jurnalın bərpası bizim dilimizin inkişafı üçün çox böyük təkan olardı. Allah köməyiniz olsun. Demək, keçən dəfə iştirak etməyənlərdən biri də bizim məclisimizdə bugün iştirak edən bizim Samur Ləzgi Milli Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvü Şair müəllim Ramaldanovdur. Şair müəllim deməli Azərbaycan Milli Ordunun əfsanəsidir. Şair müəllim ilk dəfə Azərbaycan dilində prezidentə Azərbaycan dilində məruzə eləyən hərbçilərdən biridir. Şair müəllim Azərbaycan Hərb Akademiyasının tədris kitablarının çoxsunun müəllifidir. Şair müəllim 1-ci Qarabağ müharibəsində uğurlu Horadiz əməliyyatının Memarıdır. Bəli, memarıdır, komandiridir. Şair müəllim keçən dəfə bizim məclislərimizdən birində çıxış eləndə dedi ki, ləzgi dili Azərbaycan Respublikasının təbii sərvətidir. O təbii sərvəti yerin altında saxlamaq olmaz. Onu oradan çıxarıb istifadə edə bilmək. Şair müəllim, buyur, indi söz sizindir. İstəsə orada danışırsınız. Çox sağ olun, hamınızı salamlayıram, qonaqları da salamlayıram. Multikulturizm mərkəzindən gələn qonaqlar bir daha bugün Azərbaycanda bu məsələyə nə qədər diqqət yetirilir. Xalqların, dillərin inkişafı bizim Azərbaycanımız üçün nə qədər dəyərli olduğunu bu real bir şahid və sübutudur. Əlbəttə, mən çalışıram bəzən öz ləzgi dilində az danışırıq. Çünki istər xidmətdə olsun, istər yoldaşlarla ünsüniyyətdə olsun, biz çalışırıq, yəni Azərbaycan dilində danışırıq. Ancaq bugün sizin icazənizlə Eyvaz müəllimin yazdığı kitablar da bizim ana dildədir, ləzgi dilindədir. Mən də öz ləzgi dilimi biraz inkişaf etdirmək üçün belə bir auditoriya qarşısında özümü sınağa çəkərək bir-iki kəlmə ləzgi dilində demək istəyirəm.
Can Jubanbur, Salamarxuy veri kitsar cemaattiz. Qey parak sansa təqdimat ya. Eyvaz şairdin. Zutor şair ya, ancak Eyvaz şair ya. Yani təqdimattiz, har sana biri de söz mübarek kurayım. İm çıxisa şeyye, jiçəliniz çıxisa şeyye. İlla vilik lahay jiçəliniz göre Gafarni, Eyvaz məlimdi, rika qızvay, viri de rika qızvay sa şehirdi. Eğer Çin'a juva multikulturalizmi merkezle atan var, numayeden lahala uzva. Devletti imkan uzva. Cenab Prezident İlham Əliyev'di. Her halkın çalınız inkişaftiz imkan uzva. İyi imkan ki Çin'e gerek istifade buna kanda. Çin'e gerek şiir argana kanda. Çin'e gerek kitap argana kanda. Çin'e gerek mahni yarlahana kanzva, musiki yarlahana kanzva ki Çin'a inçal hün, Çin'a inçal inkişaf eyin. Ümumiyetle şiir janr her seçalını en değerliyse istigamet ya. Şiir kiz çal zengin eyiz vay. Sa janrını avaş. Ancak ki şiirdi maça sa inkişaftiz tekem guzuvay imkanı var. Mahniyar şiirsiz cezber. Ji bestekerar, ji musikiçiyar. Am şiir, musiki haldizgana nəğməkiz, cemaattiz, təqdimiz var. Am elə bir ki, lek'e, lavurya, salavur şiirya, salavurni musikiya. Ve İbursan alхила Kitsari dağlara başlamışna bütün respublikadiz lezgi çalal, lezgi mehniyar, lezgi şeiri, şairi, şeir al, gafar al, ama luhuzvay mahniriz, inji çal madni tsavuz, akatiz imkan guzva. Sadniki adeten təqdimat olma. Sadava halk şairi. Sadava halk din şair. Eyvaz müəllim artıq halk din şairi. Eyvaz müəllimdi, şiir ar, ancaq lezgi çalaltuş, Azərbaycan çalalını, Rus çalalını, təcrübə xana istifadə eyiz var. Ancaq çiz var ki, lezgi Azərbaycan'da yaşamışız var. Lezgi çalal kiz var, matematik müəllimdi, lezgi çalal kan var şiir arıyor. Za arzuyuz ki, çüne halk din şair lahana intor çüne kazanmıştı. İntor çü hine ki tane, çözavay hürmet ya, çözavay dikkat ya, devlet pataka çözavay destek ya. Ve zaluhun ki halk şairliğini insa çıkı təqdimat diz Allah Teala de söz kısmet vuray ve kalem hemşe rik güçlü kuray kalemle hemşe kiz kuray. Sadni ki Heydar Əliyev merkezde in təqdimat din kitap din təqdimat din viçinsa xüsusi çıkava. Ama ne ami ki Eyvaz müəllim həmişə vətən dika, devlet dika, muharibə çuvuz, muharibə disfen vay, cehil dika, şiirar lahan vay, şiirar kikan vay, sa hem müəllim ya, hem şair ya. Ve qeyni in tedbir, multikulturalizm merkezdi numayindari galas, Heydar Əliyev merkezde txun imani madani çü dəstiqatiya, çü vətənpərvərlikdiz avay münasibetiya ve zaçizvi ki çü şiirika cehillerini in formada çıkıcıda, viçin çalxıda, viçin vətəndiz xidmetiyle ve Azerbaycan
اینلانی مدنی کیویز خورای مدنی انکشاف خورای این انکشاف دانی elbette این cemaatti lezgi cemaatti kitsar din cemaatti in zona din cemaatti viçin her mişe çıkavadı ançkani Heydar Aliyev dilhan vadı ulu önderdi adalan vadı ki şimal zonada yaşamış svay halkar hemişe devlet veliz kivi halk arkanı vadı etibarlı halk arkanı vadı elbette hamla hala çoğu nezerde konu var. Çok sağ ol. Şahin müəllim, çox sağ olun. Ramil müəllim, mənim birinci ixtisasım mühəndislikdir. Mühəndisin silahı da səmərləşdirici təklifdir. İndi Şahin müəllim burada çıxış eləyəndə məndə bir ideya cücərdi. Burada Samur Ləzgi Mədəniyyət Mərkəzinin sədri buradadır. Samur Ləzgi Mədəniyyət Mərkəzinin 11 idarə heyətinin üzvündən 6-sı buradadır. Deməli, kvorum var. Gəl Samur Ləzgi Mədəniyyət Mərkəzi idarə heyəti adından ictimai təşkilat kimi təklif verək ki, xalqın şairinə xalq şairi ad verilsin. Və yönləndirək dövlət təşkilatına və dövlət təşkilatı müvafiq orqanlar qarşısında qaldırsın məsələni, bu məsələ həll olunsun. Niyə görə də ləzgi dilində yazan Azərbaycan xalq şairi olmasın? Qusardan yaxşı fikirdir, bəli. Qusardan bizim Bayram Səlimov adlı Dağıstanlı xalq şairi var. Buranın vətən Qusarda böyüyüb, boya başa çatıb, oxuyub, əskəridən sonra qayıdıb Dağıstana, orada xalq şairi olub. Bizdə isə ləzgi dilində yazan heç bir xalq şairimiz yoxdur. Qoy Eyvaz mənim birinci olsun. Sağ olun. Bəli, bu olsa getməyəcək. Deməli, keçən dəfə... Protokol yazan var. Olacaq, конечно. 6 nəfərdən biri protokol yazacaq. Deməli, keçən dəfə bizim əsas çıxışımızı filologiya elmləri namizədi Gülbəz xanım Aslanxanova eləmişdi. Çox gözəl bir çıxış eləmişdi. Bugün də bizim məclisimizdə əsas çıxışı gözəl bir filoloq eləyəcək. Biz Eyvaz müəllimdən keçən dəfə mən qeyd etmişim, tələbə dostu olmuşuq. Mən mühəndisəm, Eyvaz müəllim riyaziyyat müəllimidir. Hər iki biz texniki sahədə ixtisaslaşmışıq. Amma bizim aramızda elə tələbələr vardı ki, onlar filologiya, ədəbiyyat sahəsində ixtisaslaşırlar. İzzətxan müəllim Muradxanov da bugün çıxış edəcəyimiz, o da bizim tələbə dostumuzdur. Biz onunla yataqxanada tanış olmuşuq, tələbə yataqxanasında. O bizdən 1-2 kurs yuxarı qalırdı. Həm də o ədəbiyyat fakültəsində oxuyurdu. O filologiya yaxın idi. O vaxt bizim üçün ləzgi dilində bədii gecələr təşkil edirdi. Azərbaycan Elmlər Akademiyasının dilçilik üstündə ləzgi ədəbiyyatı ilə məşğul olan bir şöbə olsaydı, İzzətxan müəllim bu saat heç olmasa elmlər doktor olacaq. Hayır, şöbə yoxdur. İzzətxan müəllim, buyur, söz sizindir. İcazə versəydiniz, mən də öz sözümü deyərdim. Gələnlərə hamınıza, sizin hamınıza xoş gəldin deyirəm. Şair Eyvazı da bu kitab münasibəti ilə təbrik edirəm və bu kitabın ərsəyə gətirilməsində əziyyəti olan Multikulturalizmi Mərkəzinin əməkdaşlarına da öz minnətdarlığımı bildirirəm. Ancaq çıxışımı, yəni şairin yaradıcılığı haqqında fikirlərimi öz ana dilimdə, ləzgi dilində deyəcəm. Saustad ovati Aşoq Ələskərluz. Aşoq Ələskərən Saustudnamə də ixtisa bəndə var. Aşıq olub tərk vətən olanın əzəl başdan pür kəmalı gərəkdir. Oturub durmada ədəbin bilə mərifət ilmində dolu gərəkdir. Yəni, şair cüza insandır, günkə tərbiyə qandı, insaniyyət val qandı, tərbiyə və çer, insaniyyət val çer, şair dika, şair cidadır. Şair Eyvazaz student vaxtlarlar cizvadiya, Eyvazan Qoleza Parafut Ünvadiyadan dedi, Allah rəhmət dediniz, Buba İzzətini sağıyadı, Zərəqə Mürxura. İbri Xızan, Lezgi Xızan arada çeşnek yedi, yəni tupu qalırdasa Xızanya. Abri Xızan da Zunc alxanı var, Vunc alxanı var. Yəni Zunc al, qısan pedagogikada qısanc al xısabzadiya, Vunc al, hila, ayalar pis tərbiyə icradiya. Eyvazaz, haqdinsə tərbiyə qunvadiya, Xızan qınə, anviş günkə tərbiyə yuvası insan xana, axpanı şair xanvadiya. Haqizada şiirdi, da tükürünü qar, axaz qanazı. Şiir yalav, şiir ikinci ayizi.
İnsan kenvaydi çazvir da sfada çizva keni şair, keni insan güleleri eyvaz ya. Am lezgi poeziyada isyatta üçün rəx, üçün qafı vay, üçün çıqa qunvasa şair ya. Zaz eyvaz süddeç avarla cida. Bakuda institutta gəzvaç ova sayokuzun eyvazı şiir xalz tanışkana. Ve ha bereda ada zaik lahanay. Eyvaz. Vaka lezgi poeziyada tuarvanova şair jervalya. Vaz şiir ettin rəxə çəxi talantıva. Ağaç oğuz lahay zigafar, bubar lahay va talaq da quna. Zumparaq anşadaki zigafar talaq da qunu va. Vaka zazne eyvaz kitən çəxi şair dika adan şiirin tükürün dikay qafulda candi salvalni qanıvam. Gülalı eyvaz anzurun ködüşne putkalın neçül daha isos. İnsan çırgıt iyi yoldiz kısa rayonda hiçbir xürət dediz kanva. Ayar cavarla şiir kizva şair den sada site şiir hiçbir tuaralay diye. İn şiir anzur ködüşne putkalın müjdalı isos Kızıl Kusar gazete çaptaya katına. Hagni adan şiira samur alam jurnara lezgi rikin gaf gazetra çap kanva. Sük alabaz xel xayita şair de sada olub ya. Anzur ne kul daha isos akatnva. Allah da zon şeyle qatizi binal tuaralar yolu və yazorun müjdalı isos basmada qatnva. Hagni jüre bejüre sara ek sepsin şiirar elqürner ve masa ulbani çapkanva. Zaza gila eyvazan şiirin tükürünlükay ve anavay mana mektebli karaxazkanzva. Eyvaz Allah de şairlika pay kutunva şair kasadya. Adan şair val insanet vilerdi tuşun kanva. Şiirar kizvay ulu barakasva şaira para vay diya. Ama insaniyet val ne şair val galkurnova bor tuparak sabjeda. Eyvaz üçün zun xüzvasa şair ya. Adaz üçün taxluq rəqava. Adan şiir, poeziya, gəzva biri rəhət vilərdi qabulzuva. Bu çizlahay da şair din, şiir din, çal şirin ya, versi ya. Za ina anal eyvazan şiirar gəzva ve har seferde zız abrun çina gəzva biri çina hasva qera kodan. İn qera kurla za iqatana. Eyvazan şiirar xaldiz, cemiyetdiz, xoş gözva. Eyvaz üçün vatanda çiler çalal aşıqsa insan ya. Şair viş xurə vaz, insan rəq qalırız, insan rəq qalırız, Avropalar belə marhalnik, bugün kutaz Allahsı var. Aviş hiçbir xurə, para aşıq ya. Ada hiçbir xür, qəbiyyal huzva, viş, inik, anik, avuruz, xənvay. Aşıq xana çəxi şahdin, çalma alay qirel zon. Aşıq xana hiçbir xürəl, ziqeb xayi çilə zon. Zixür şiirdə eyvazı üçün xür, hiqvan para qanzvada, şair şiirdin çağıralı qalorzuva. Çpir xür, şairdin rigni imaya. Har dağlar al qeday qoltur. Har sakimel xaday quantur. Vun atay da zon insantur. Ziçpir xür rigni imam. Şair üçün vatandin təbiət danlaşıq ya. Leçetin dərə şiirdə za şairdin kontrastik hal xoşadana. Şairdin gönke şiirdin gönke leçetin dərədin tarif aravu şairdi. Saddahayna şiirdin yuqa Gezvaydan diqqət masası temadaki alqıyızva. Sahip olma şiir miskindin tutun tarsi şair derikiz tadik uzva. Har saxirə iktin halar avaydaq amcalaq ya. Çi tarixiz iktin masku adava əxşiz var. Amma ina qəzat ava. Datana qarib. Sad miskin ya sad tutuntar. Amma şir sahib. Çıkan va miskitslar bu bayrin zəhmət. Əxhik inye çi tarixdiz incürə hürmət. Eyvaza haq qaf kiçə təkanluğuda. Haq qaf harsı şairdə luğur jedaş. Avay qaf çıka tayla luğun tavurla. Adaz viş eyvaz kiz va masa insan kiz jezva. Ümürdin şirin çav gilay aqata kiz jezva daz. Avay qaf dalhana əxir jedane. Mezk eviz xeyita qolay qatta. Lip xana qozayla ağjed xizaz. Ümürdin şirin çav gilay qatta. Haq diz tuş quzvahalar, çürünniyə tarva insanlar, avqa şair diva əxşiz var. Dabra xazvay çəxibor, piyan xanvay rəxibor, çulavdaz lasuluhuz var, mərdimazar insanral düşüşez var, şairdən halar, avqani qısanjez var. Dostlar şairdi ikti insanı kay yarğaz xuxluz əvər quzva. Lamad, qeçinda insan rinvilik, qil ağuz doğuna, vine avay aqab bel ağuz doğuna, halal verdi ümür halal luhuz var şairdi. Dostlar küne halal val, kürik erivaguda, vine avay bel, gujna ağuz qazda koy, cini vaşir lamatar, muqaralni tazda koy. Dünyada düşün bayıq rakilik zvay, şiir divay, şair divay, çuru amalar vay insanlar, üçü vagudu jez var. İnsanlar kiz şiirde eyvaza insan reçi xaldin veledriz, itim val kas val xün, Allah divay, kiçe xun alavz var.
Rahgaruva açıq hayla dostları, halal bilir fusfradalğın gerek. Dünyada sapundaq yazatay bor, dünyada itimarkiz fin gerek. Səntkardın zirik şiir, gəldama zon adan txuz vay, insan vili, şair vili portret takalas tanış yaz var. Adaz ayağın ki, in rəqə adaz gelecek tani para çetimler düşüşer yer var ya. Amma zaçiz, şair han azabriz, əxiz hazor ya. Zigaf suza, zirək quza, ümür tik. Şumuz sefer, Quan qaluğuna kəllədik. Şumuz sefer tükürünü zon qiblədik. Şumuz gələ hazur yada rəqəzi, közçin deyir, eyvazova rikəzi. Har insan diz, viçin dedi çal versi ya. Çalan qadirçiz uçu insanlar ne, ciyarada para var. De çal harsa şey ya, haqul niya, quvat niya, virin ya. Zavakayı da çal, vilik tuz var, boş ayrar ya. Eyvazane viçin dizgi çalal damaqsı var. Vatan de çalan, çilin qadirçin diz var, bur eyvaza, çuru cijeriz qala, çuru cijeriz qala, gege qız var. Çuru cijer takur azaz vatanda, xayı çalan, quvat vazitanda. Halal şiir, tuşun xan vazicanda, dide dinç al, har insan diz bir xuray, zon alem diz, lizgi çalal çir xuray. Agat xiya şiir səntkar den qısan şiir kasadya. İn şiirdə vatan rikəlalu nuabriz, ama kan xuxluz ever guzva, abruz virdlay vatan, şirin tirdə qaluriz qanzıva. Kün dideyri, garibluq riz, xayidi tuşir. Cilik hay, qoş alt oyluğuz, xayidi tuşir. Bez gam çuguaz xalq xanani dide binedlay, şumu dide vid rəqəvaz, fena dünyadlay. Agat xiya, xayiçili, vidniye vatan, xqaş xiyana parudal, avatay sapan. Sagafın aldı, şair eyvazdan şiir va, fikirar, qatunar, bayıqar para dehneya. Adan jüre be jüre, janrira va eserar, poemayar, qazilar, elqurnar, liliyar, ayarız kinvar, şiirar ve abrovay mana mehtebri, luzo ki, eyvaz dehne fikirar, dünya qatunar vay, filosof kiz, fikiz va şair ya. Adan poeziya din çal şirin ya, mihi ya. Adan şiiri, lezgi xaldin vele diz düz, halal rəq qalurz va. Kas val, itim val, lezgi val xün, ada çava virid vayt alavz va. Üç takanz va buruzni, insaniyet yüdiz, qışaluhuz, ever guzva şair diz, viri dünyada xalqar, insanlar parakanz va. Zava saşevlu jedaki, adan şiir va fikirar, qatunar, nesihat har, ever gunar, sa lezgi xaldiz, lezgi xaldi vele diz va, viri dünyada insan diz taxluq ya. Vaz eyvaz, Zavi çetin azabova, şair bin rəqə, madni çəxi aqalquna talaza, vaz in rəqə, ekər xuray. Zaten benim çok sağ ol. Böyle uzun çıkış yakın rahmetlik Brejnev dövründe olmuştu. Da bundan sonra çıkış edenlerden xahiş ederim ki 2-3 dəqiqə çıxışı yakınlaştırsın. Çıkış edenler çoktur. Deməli, bugün bizim məclisimizdə keçən dəfə iştirak edebilmeyen, bizim doğrudan da xalq şairi adına layık olan bizim Azərbaycan bayrağının müəllifi Ramiz müəllim Qusarçaylı iştirak edir. Eyvaz müəllim haqqında bir film çəkilib, Sıradan Birimiz adlı. Orada Eyvaz müəllim çıxış edəndə demişdi ki, mənim yadımdadır, mənim yaradıcılığıma Ramiz Qusarçaylı ilə və Qusar qəzetinin baş redaktoru Vidadi Səvzixanov ilə tanışlığım mənim ədəbiyyatıma təkan verdi. O sözler orada neyse sonra kiminse başına gelmedi. O sözleri siz o cümleleri niye çıkartırsınız? O cümleleri ayrı koydular. Ben size atarım, YouTube'da var o işte. Hara koysalar da cümle yerinde. Deyir, siyasət dəryadır dərindən dərin, qoy ruhu şad olsun ulu öndərin. Ulu öndəri adını daşıyan bir mərkəzdə hər kəs salamlayıram. Gələn qonaqları da, Eyvaz sevərləri də, poeziya işinə toplaşan hər kəsə ürəkdən minnətdarlığımı bildirirəm və mən Azərbaycan Yaşlılar Birliyi Quba bölməsinin rəhbəri kimi bütün üzvlər adından bu tədbirdə əməyi keçən hər kəsə də təşəkkürümü bildirirəm. Əziz dostlar, bugün doğrudan da gözəl gündür. Bugün tarixdir, ədəbi tarixdir, bədii tarixdir. Azərbaycan mənəviyyatının böyük bir yazılan kitablarının gözəl bir səhifəsi bax, belə tədbirlərdən qaynaqlanır. Bilən bilir ki, mənim
Bir qanadım qusardı, biri Qubadır. Doğulmuşam 3 kilometr buradan aralıda, uşaqlığım burada keçir. Hər bura gələndə, hələ buradayım, hardayım ki, yəni Qubadan gəlib gedirəm. Hər gələndə elə bilirəm ki, içim, ürəyim poeziyanla, şeirlə, gözəlliklə, məhəbbətlə, dəyərlərlə dolub daşır. Bu da sıradan bir iş deyil. O, filosof Şəhabəddinin bir sözü var, deyir, əvvəl içini işıqla doldurmağı bacarmalısan ki, başqalarına işıq verə biləsən. Mənim üçün şair sözü adətən bir memar demək idi, harca bir heykəltaraş, bir loğman, bir rəssam, bir bəstəkar, bir, mən deyərdim ki, xalqın problemlərini, dərdlərini, sevgisini, məhəbbətini ötən bir bülbül demək idi. Ancaq mən Eyvaz mənim tanıyandan sonra mən düşündüm ki, şair sözünün bir mənası işıq deməkdir. Bu kişinin üzündə, hərəkətində, yaradıcılığında, fəaliyyətində nə qədər işıq var. Bütün mövzularda şeir yazır, qəzəl də yazır, qoşma da yazır, qərai da yazır, lirik şeirlər çox yazır, yumorlu şeirlər çoxdur. Oxuyub doyunca gülə bilərsiniz də, həqiqətən də. Ancaq hamısının içində işıq var. Vətən işığı var, Qusarın işığı var, dilinin işığı var, dilimizin işığı var, hər şey var. Ona görə də mən Eyvaz müəllim, sizi çox istəyirəm. Qaldı xalq şairi məsələsində, siz doğru, mən də deyirlər, ona inanmayın. Xalqın şairi. 70 yaşım olaraq xalqın şairiyəm. Ancaq ki, ancaq əslində bu gözəl bu söz budur. Nə Nizaminin xalq şairi adı var idi, nə Nəsiminin, nə Füzulinin, nə bizim Zabit Rizvanovun, nə Ləzgi Nemətin. Ancaq xalqın içindəyik. Düzdür, o lazımdır. O olanda bir bacı görürsən ki, Cavir Nuru demişdi, sağlığında qiymət və insanlar. Bu lazımdır. Ancaq ona görə də heç üzülməyə dəyməz, olanda olacaq. Mən nə demək istəyirəm? Mən Azərbaycan bayrağını 5-ə yazmışam və 7 musiqi bəslənən yeganə dünyada əsərdir ki, 5 musiqi bəslənən rəsmi. Vətən poemasını 30 ilə yazdım. 30 ilə müşahidələrim var idi, toplayırdım, arxivləri gəzirdim, 5 ildə aktiv yazılıq prosesi keçdim. Orada mən Mannadan, Mediadan keçib gələndə Atropatenada bir məqama rast gəldim. Orada o Atropatena kimi möhtəşəm bir dövlətin, ölkənin dağılmasının bir səbəbini gördüm. Sən də orada 26 tayfa var imiş. Və hər tayfa, 26 tayfa, hər tayfanın da öz adı-ənənləri, hətta dilləri müxtəlif idi. Və dağıldı, getdi, çünki tayfalar arasında intriqalar var idi. Mən vətən poeması yazanda həm də öz bölgəmizi, Azərbaycanı araşdırdım. Gördüm, bizim bölgədə 26 millətin, xalqın, etnik qrupunun nümayəndəsi var. Və hamısı da, onlarda fərqli olaraq, hamısı qardaşdır, hamısı da dostdur, hamısı da toyu, ənlər bir yerdə olmaq demirəm. Can Juvanbur deyir, can sənə qurban deyir. Can sözü olan yerdə heç bir vaxt müxtəliflik ola bilir, mümkün deyil. Xırda incəyi ola bilər. Bizim də bəxtimizdə nə düşüb? Azərbaycan adında canla bir ölkə düşüb. Dünyada edən proseslərə baxırıq da, bax qonşumuzda, Arazon tayında nələr baş verir. Ancaq sağ olsun, cənab prezident, nə boyda böyük siyasəti var. Biri də nədir? Multikultural dəyərlərin qorunması. Tolerant bizim taleyimizin, tolerant xəttinin təmin və təqdir olunması. Ona görə də mən əminəm ki, dilimiz yaşayacaq Kamran mənim, dilimizə qurban olum. Niyə yaşamasın ki? Çox gözəldir bizim qardaşımız Araz müəllim. Araz müəllim böyük bir ziyalıdır. Araz müəllim Azərbaycanın çox taley yükü içində olan bir ziyalıdır. Biz özümüz qorumalıyıq, qoruyuruq da. Bu kitablar ki var, mən deyərdim ki, əgər ləzgi dilinin heykəli qoyulsaydı, Eyvaz müəllimin adı başda gələn bir sırada olardı. Çünki dilin nə qədər, mən başa düşürəm, sərbəst danışa bilmirəm, başa düşürəm, nə qədər dilin incəliyi var, nə qədər dilin zənginliyi var. Şəhriyar Bəxtiyar Vahabzadə Zəngrana demişdi ki, Bəxtiyar, dilin enerjisini qoruyun. Şairlər, ləzgi dilində, ləzgi şairləri, dilin enerjisini gözəl qoruyurlar. Çox gözəl qoruyurlar. Dil də yerindədir, şeir də yerindədir. Hər şeirdə mahnı var, hər şeirdə ritm var, hər şeydə musiqi var. Fikir verirsiniz də, səsləndi burada. Bir də Eyvaz çox danışması da kəlam yetmək istəyirəm. Deməli, bir də nə demək istəyirəm, məni Eyvazla bağlayan bir də bizim talih oxşarlığımız var, eyni yol. O nədir? Kamran mənim də riyaziyyat müəllimidir, mən də fiziki riyaziyyat təbarə məktəbi qurtarmışam.
Mən də patriotik danışıram, mən də həm də sizin kimi mühəndisəm. Mənə Anar İskəndərli Milli Məclisinin deputatı mənim Vətən kitabının redaktorudur. O heyrətə gəldi, o bir ifadə işlətdi. Dedi, sən əgər filolog olsaydın, sən əgər tarixçi olsaydın, o poema yaza bilməyəcəkdin. Məhəmməd Raz da filolog deyildi. Mən onu müşahidələmişəm ki, filolog olmayan digər peşə, elmə yiyələn adamlar da böyük şairlər olurlar. Bir-iki bətdə Eyvazın şeylərini deyim, yekunlaşdırım, çünki mən az gəlib gedirəm bura. Həm də qonaqlar üçün bir məlumat verir ki, Qubada, Qusarda çox böyük ədəb məclisi var, marı var. Çox böyük işlər görürlər. Alam jurnalı var, çox böyük işlər görürlər. O qədər böyük işlər görürlər ki, mən heyrətamiz dərəcədə o işlərə vurğunam və təqdir edirəm. Deməli, Eyvaz müəllimin bir lirik şeirinə ki, mən demək istəyirəm. Baxın, bax, şeirdə fəlsəfə olmalıdır, obraz olmalıdır. Obraz, fəlsəfə olmayan şeir ölüb gedir. Ancaq şeirdə səmimiyyət, əsas səmimiyyət, səmimilikdir. Nəriman Səzdadan Allah canı sağ olasın, bugünlər cənab prezident dəyərləndirdi, böyük şairimizdir. Onun şeirinə kimsə demək istəyirəm. Obraz yoxdur, fəlsəfə yoxdur. Şirinliyə baxın, deyir ki, səfərdən dönürəm, uzaq səfərdən. Mən nə gözləyir, sevinçmi, qəmmi, bilirəmmi? O göz heç bir şey, hər şey var burada. İndi bu hissdə gör necə gözəl verir. Deyir ki, mən Bakıdan gələn kimi hey tələsərdim. Yar bulağa enən yolun üstün kəsərdim. Şükürdür. Köynəyindən hiss edərdim xeyli gəndən xoş nəfəsini, köynəyindən ürəyinin duyan səsini. Mən o qızı ən bəxtəvər kəsim bilərdim. Sevgisini səhər əsən nəsim bilərdim. Sözlərin gözəlliyinə baxın, hissin təmizliyinə baxın. Eyvaz müəllim, sizi bağıma basıram, qardaş. Bir şeir də oxumaq istəyirdim. İndi herhalde Kamran müəllimə baxır bayaqdan. Zarafat deyirəm. Kamran müəllim. Bir dənə də Qusar şeiri oxuyum. İcazə verirsiniz? Bu axşam mənim də havam çalındı. Havalı dilimdən duam çalındı. Bu səs suvarındı, suvacalındı. Dindi rastım mənim, hisarım mənim, qusarım mənim. Yerləri gül səsi, çiçək qapısı, göyləri nur seli, mələk qapısı, dosta dost qapısı, ürək qapısı, düşmənə keçilməz, hasarım mənim, qusarım mənim. Bir daşı yurd daşım, binə daşındı, bir daşı baş daşım, sinə daşındı, bir ki, yamaq daşım, pinə daşındı. Sənsiz hara düşsə, güzarım mənim, qusarım mənim. Ötür şəlalələr tel nəğməsini, asıb qayalardan sel nəğməsini, yasab nəğməsini, hil nəğməsini, könlümə əbədi yazarım mənim, qusarım mənim. Düşsün gözəllikdən gözə dəm baxım, o gözəl hüsnünə təzədən baxım, çıxım şahdan baxım, ləzədən baxım. Deyim bu qartalım, bu sarım mənim, qusarım mənim, qusarım mənim, qusarım mənim. Hamiz müəllim çox sağ olun. Hamiz müəllimin belə gözəl çıxışından sonra Hamiz müəllim özü də xeyir elədi ki, musiqi. Deməli, Eyvaz müəllimin sözlərinə də xeyli musiqilər yazılıb. Bugün bizim məclisimizdə maestro Ruslan iştirak edir. Özü musiqisini, özü yazıb Eyvaz müəllimin sözlərinə və özü də bugün bizdə ifa edəcək. Ruslan müəllim, buyur.
Hamısına salam olsun. Təbrik ol. Büyük sağ olun. Eyvaz müəllim. Allah Allah xidlan çıxıyor qalqın artıq inşallah. Qışa dedi. Zabilniczej zagerenda Bunna xoris Qışa dedi. Dünya qatta Sabit orzel Sagafaris Qışa dedi. Ikamçaya Akat naçun Para yargaz Akat navun Belki reke Galat navun Zitsararis Qışa dedi. Salak sedah Hiyal kecen Zutsakstah Ayal kizen Kakadrin kol Kakadrin gen Acavaris Qışa dedi. Жадриkia, teksa sefer, Gıdayval, uzar dalker, İsa sadra, teksa dile, Zisu var biz, Qışa dide, Zajir biz, Akatta çur, Sile sildi, Atsan vahur, Buba divilis, Gıdan nur, Zi agaris, Qışa dide. Salak sedah Yal kecen Zutsakstah Ayal kisen Kakadrin kol Kakadrin gen Acavaris Qışa dedi. Yıkancavya Kakat naço Bara yargaz Kakat navun Belki reke Galat navun Zitsararis Qışa dedi. Qışa dedi. Osman Sağray, Merhaba Sağray. Bak bu mahnı Eyvaz müəllimin sözlerine Ruslan ilk defa bunu Rusça okuyup, Rusçanın tercümesini ve YouTube'da o mahnı çoklu popülerlik kazanıp indi de bu mahnını biz Eyvaz müəllimin yazdığı orijinalını eşittik. Ruslan müəllimin yine mahnıları hazırladığı var. Yanında maestro Adil Səfərov oturup onun da mahnısı var. Hazırlayıp Eyvaz müəllim sözlerine. Ve meclisimiz yakın ki yaxşı devam ediyor. Yorulmursunuz ki? Yok. Yorulmursunuzsa onda indi mən sözü vermek istəyirəm. Eyvaz müəllimin işlədiyi Cibir Kənd Orta Məktəbinin direktoru, Eyvaz müəllimin müəllim dostu, yoldaşı, tələbə yoldaşı, bəli, həm də tələbə yoldaşı, bizim də tələbə yoldaşımız Hələf müəllim Əmir Mətov. Hələf müəllim buyur. Hörmətli qonaqlar, dəyərli ziyalılar, məktəbimizin riyaziyyat müəllimi kimi dəqiqli seçilən, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Eyvaz Güləliyevin kitab təqdimatı münasibəti ilə hər birinizi salamlayıram. Eyvaz müəllim uzun illərdir ki, həm pedaqoji sahədə, həm də ədəbi sahədə fəaliyyət göstərir. O, həm ləzgi, həm rus, həm Azərbaycan dilində çap olunmuş, ondan çox kitabın müəllifidir. 30-dan artıq almanaqda Azərbaycan və Dağıstan dövrü mətbuatında onun əsərləri işıq üzü görmüşdür. Eyvaz müəllimin Dağıstanın Çarveli ictimai ədəbi mükafatına layiq görülməsi onun əməyinə verilən qiymətin bariz nümunəsidir. Eyvaz müəllimin 50-lik yubileyi Bakı şəhərində Reşid Beybutov adına mahnı teatrında, o cümlədən Moskvada Millətlər evində qeyd edilmişdir. Azərbaycan
İctimai Televiziyasının tərəfindən sıradan birimiz ləzgi şairi kimi sənədli filmin çəkilməsi, eləcə də Dağıstan Respublikasında orta məktəb dərsliklərində əsərlərinin yer alması Eyvaz müəllimin yaradıcılığının ictimai və ədəbi əhəmiyyətini bir daha təsdiqləyir. Biz qürur duyuruq ki, belə bir ziyalı bizim rayonumuzda, bizim məktəbimizdə işləyir. Eyvaz müəllimə bundan sonra da möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. İnanıram ki, Eyvaz müəllimin bu yeni kitabı da çox böyük, geniş auditoriyası qazanacaq və bizim ədəbiyyatımıza bir gözəl töhfə olacaqdır. Diqqətinizə görə sağ olun. Sağ olun. İndi de söz verilir şeire. Esmira Mahmudova. Eyvaz müəllimin şeirlerini bizim için kifayet edecek. Esmira Hanım buyurun. Esmira bizim güzel şairimizdir. Azərbaycan ləzgi dillərində yazılır. Marvar Ədəbiyyat Birliyinin üzvüdür. Təşəkkür edirəm. Salam olsun hər birinizə, yerli qonaqlarımıza və Bakıdan gələn Multikulturizm Mərkəzinin əməkdaşlarının hamısını salamlayıram. Bugün dəyərli şairimiz Eyvaz müəllimin kitabının təqdimat günündə iştirak edirik. Burada iştirak etmək mənim üçün böyük qürurdur. Onun yaradıcılığı, səmimiyyəti, dərin duyğuları və insani dəyərləri ilə seçilir Eyvaz müəllim. Eyvaz müəllimin yeri mənim üçün fərqlidir. Onun yeri mənim qəlbimdə özəldir. Hər zaman gənclərimizə dəstək olmuşdur. Xüsusən də hər zaman məni dəstəkləmişdir, önə çıxartmağa çalışmışdır. Hər dəfə kitablarını alıb əlimə onun şeirlərini oxuyuram və özü kimi şeirlərini də çox sevirəm. Onun ləzgi dilində Aşuq yazın şeirini sizə oxumaq istəyirəm. İxtilattiv acanavay rikerin, fahum qalaz raxun alzın aşuqya. Yaşar qodqat, viş xadavay idimrin, takabbur qaz, əqün alzın aşuqya. Yarğı ruşan irit irğin xtar kay. Küz xanavay zavun irit qatar kay. Çara xanvay i dünya dinyatar kay. Zastalar aqun alzun aşuqya. Xayic alav ek avuna har sana. Derbent kimel rek atana, rikkana. Qalqin tiyiz teatr aldı mehmana. Lezgi şeir luhun alzun aşuqya. İstalar imani yarzi alem. Qani xirike ftin zavay çixit em. Aqhay zavay saçimi giyim zaz behem. Qani eller akun alzun aşuqya. Və bir də Qərib Hüseynin tərcümə etdiyi, Azərbaycan dilinə çevirdiyi bir şeiri var. Düşməsin, onu sizin üçün oxumaq istəyirəm. Sızıltıya ağrı demə, ağrı hörmətdən düşməsin. Yolumuza günəş doğsun, heç qaranlıq tən düşməsin. Sağ ol demək xoş olsa da, salam vermək daha xoşdur. Böyük, kiçik, abır həya, hissi bizdən gen düşməsin. Ən çətini şeirimizi yalanlardan uzaq tutmaq, can sözünü elə de ki, ruhun nəzərdən düşməsin. Pul gəlməyən xəzinə tək, el də ev yoxa çıxar. Öz dilini itirənin heç üstünə gün düşməsin. Dəvəsinin ayağına daş da dəysə ötər kərvan, qəriblikdə mən Eyvazın saçlarına dən düşməsin. Sağ ol Eyvaz müəllim. İndi söz yenə də Samur Ləzgi Mədəniyyət Mərkəzinin idarə heyətinə veririk. Bizimlə Bakıdan Edvik Həsənov gəlib, Samur Ləzgi Mədəniyyət Mərkəzində Gənclər üzrə iş komissiyasına rəhbərlik edir. Edvik mənim buyur söz sizindir. Kameraman, məndə çox idi. Siz məcbur edin, qısaca yazım. Sən mühəndissən də, ona görə sən Hörmətli qonaqlar, əziz dostlar, hörmətli Eyvaz müəllim. Bugün burada biz çox dəyərli bir hadisə münasibəti ilə toplanmışıq. Hörmətli şair və yazıcı Eyvaz Göllüyün yeni kitabının ikincisi təqdimatı münasibəti ilə. Eyvaz müəllimə mən ilk dəfə 2000-ci ildə Riyaziyyat üzrə olimpiyada bilmişəm.
İlk dəfə tanışlıq riyaziyyat müəllimi kimi. Mən riyaziyyatı davam eləmişim, tədqiqi riyaziyyat oxumuşum akademiyada. Elmi öyrənmək olar, amma şeir yazmaq hər adamın işi deyil. Onu deyim. Dil və ədəbiyyat hər bir xalqın ruhudur. Ana dili yaşadıkça xalq da yaşayır. Ləzgi xalq əsərlər boyu öz dilini, mədəniyyəti və ənənələri qoruyub saxlamışdır. Bu işdə yazıcı və şairlərin rolu çox böyükdür. Eyvaz Gölaliyev də öz yaradıcılığı ilə doğma dilə, mədəniyyətə və xalqına xidmət edən dəyərli ziyalılardandır. Onun hər bir əsəri milli yaddaşımızın qorunmasına və gələcək nəsillərə ötürülməsinə böyük tövhədir. Bugün təqdim olunan Xəqqa əsər kitab yalnız bir əsər deyil, bu dilimizə, mədəniyyətimizə və xalqımıza verilmiş dəyərli bir tövhədir. Eyvaz müəllim yeni kitabın işıq özü görməsi münasibəti ilə ürəkdən təbrik edir. Ona möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq. Diqqətinizə təşəkkür edirəm. Şimdi yine de söz musikinin de eğer Adil Səfərov buradadırsa onun sesini eşitmeliyiz. Adil müəllim bizim güzel hem öğrenimizdir, hem kompozitorumuzdur, hem aşığımızdır. Mühendis değil. Mühendis değil, harbçidir. İkinci Qarabağ müharibəsində iştirak ediyor. Allah sağ olun. Salam aleyküm. Hoş geldiniz deyirik hər bir qonağımıza. Bəli, bugün də növbəti bir bayramımızdır. Və bu bayramı da Eyvaz müəllim bizə bəxş edən bayramdır. Mübarək olsun deyirik. Təbrik edirik. Və çox danışmağa da mənə yaraşmır, çünki danışan insanlar və savadlı insanlar. Mən bağlı ilə sözümü deyərəm. Eyvaz müəllimin şeyinə bəstəliyim. Və bir də deyim ki, bayaq Eyvaz müəllimlə orada söhbət olanda Eyvaz müəllim dedim, mənim cavan vaxtlarımda bu şeiri bəstələmişdir. Güya cavan deyil ki. Laf cavan vaxt. Laf cavan vaxtlar oldu. Özdə ürəyində sevgi, məhəbbət olan vaxtları. Mən də o cavan vaxtları yenidən qaytarım inşallah. Yifekay sağapon alaknak ile Gederin urgut vay kiferin bine Yifekay sağapon alaknak ile Gederin urgut vay kiferin bine Ecem vatsra zuhşar Ecem batıra zuhşar tükürnayiye Ehvez vay parkuna zarin behe Ehvez vay parkuna zarin behe Şuriz hutbatas rakinin zelhe Vay be, çukuriz kutbadaz rakinin telhe Barazun ruhurbu, vay be Güzellerin arada, işeyran cara Güzellerin arada, işeyran para Akunar veritidi hürünar çara Akunar veritidi hürünar çara Kamar asta vehes tartiz çili Vuna jeba guna şair dili bili Kamar asta ve
olan şair beni bilir. İl kanat sarari tekiriz gafar. İl kanat sarari tekiriz gafar. Viçini yal yağaz püren agat var. 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 Sağ ol, bilməyim. Ramil, mən sizə bir dənə də sir açım. Deməli, Qusardan bir neçə müğənni köçüb gediblər Dağıstana. Orada əməkdar artist olublar və Dağıstanın xalq artisti olanlar da var. Bəli, bugün Azərbaycanda bir nəfərdə olsun ləzgi dilində oxuyan əməkdar artist yoxdur. Görürsünüz, nə gözəl səsi, həmiz. Özü musiqisi də özünündür. Bunu da nəzərə alsaz yaxşı olar. Protokola daxil edirik. Buna mən bilirikmi? Çox sağ oladın. Yenə də söz şeirindir. Elşad Şalbozov. Bizim keçən məclisimizdə də iştirak edib, bu məclisimizdə də iştirak edib. Yeni bir məclis olsa, yenə iştirak edəcək. Ona görə ki, Eyvaz müəllimin bütün şeirlərini əzbərdən bilir. İnşallah yavaş-yavaş. Kamran müəllim, mən də mühəndisəm. Ay Kamran müəllim. Mühəndisəm mən də, texnologiyanı bitirmişəm. Burada oturanların hamısı elə mühəndisdir. Texnologiya, şərabçılığın texnologiyasını, Gəncəlikdən, injiner texnoloq, hə. Hər bir vaxtınız xeyirli olsun, dəyərli dostlar, xanımlar və cənablar. Sizlərin hər biriniz bu möhtəşəm məkanda Heydər Əliyev mərkəzində dəyərli ziyalımız, hər birimizin istəklisi, sevimlisi Eyvaz müəllimin Xiyani və Əsərar kitabının təqdim olunma mərasimində salamlamaqdan qürur duyuram. Dekabının 5-i idi desin. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində və bugün də Qusar Heydər Əliyev mərkəzində bu kitabın təqdim olunma tədbirin keçirilməsində əməyi olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyinə Rəvan müəllim başda olmaqla həmin dəyərli kollektivə mən hər birimizin adından çox-çox sağ olun, var olun deyirik ki, belə bir tədbiri təşkilləmişsiniz və bu kitabın ərsəyə gəlməsində sizin əməyiniz, rolunuz çox böyük olub. Hər birinizə təşəkkür edirəm. Azərbaycan tolerant ölkədir və bu tolerantlığın təcəssümü bax belə tədbirlərdir. Çox sağ olun, var olun. Eyvaz müəllim, uğurlar. Allah valaydad abasa zaz insan val bahatur pexil vilin gvelgu mirzaz şeytan zavaq yarğatur sabur jerval rikin vidiz qün qünə vay reqin vidiz qunşit jen qolin vidiz zun zixayi muqatur quza qirav alugiztik fağir tamir bəndə nəik düşüş dayini daxan zarik zun rigeriz muqatur dağ qanidaz dağçə Allah rağ qanidaz rağçə Allah zurak gumir sağçə Allah zazni qoçi çukvatur zunjuv xuray zu şeiri da pis valavaş zifikir da zazganavay ömür da xayiç alan yuqvatur xayiç alan yuqvatur Allah'ım bir təmənnam var.
insanlığı bayraq eylə. Mən tək paxıl olmayandan şər, şeytanı uzaq eylə. Sevsəm məni səbirli et. Yol yoldaşla xətirli et. Qonşuluqda təmkinli et. Düz yolumu tapdaq eylə. Bu qırovlu quzey diksə, qıyma bəndən, qala təkcə. Bəxtə bəxtsə, sən fələksən, sevincimi artıq eylə. Dağ gəzənə uca dağ ver, bağ gəzənə abad bağ ver, yarımçığa bütöv sağ ver, məni tamla ortaq eylə. Pislik keçmədi fikrimdən, görünürəm şeirimdən, nə etmişəmsə öbürümdən, öz dilimdə soraq eylə. Kameraman icazı qızım, madluhudin. Kamera da Ruslan Mahmudi xəynəsək əlney. Eyvaz Mahmudin Zariyətdə viridlanı pana qanzbaşı irika, zarika, sad hanzarya. Çün icaz gənit hamluhu Eyvaz Mahmuza. Kadma sadluhudin. Zavil mic insa gərən də zi axariz qışa dide. Dünya qvatda vidor calza. Sa qafariz qışa dide. Hiqancavya qaqatna çun. Para yarğaza qatnavun. Bəlki ana qalatnavun. Zicara rizq şadide. Saləhzə da xiyal qəçən. Zunsa qıstaq ayal qıjen. Kakadrin qval, kakadrin gen. Hancava rizq şadide. Can riqiyə təksə səfər. Xədayval uzardal qər. Jisa sadra tək sağlər. Zi suva rizq şadide. Ancağırdı zaqatda çur. Bubad cinal xədanur. Sivə sividi açan vaxur. Zi aha rizq şadide. Eyvaz müəllimdir. Məqmel məxərik aparıcılıq idi. Eyvaz müəllimdir. Zazrəx qolurad. Eyvaz müəllimdir. Ön qızı mislat. Eyvaz müəllimdir. Zala fad aparıcılıq izvatı. Mislat harvurti hadal. O, buna zav təhvil qana. Qəlov qana latsulif kiz xayı müqaxfiza bayruş. Dəmdin yuqal xörəz, qani yardı qıza bayruş. Qul çimi xuy, dünya yer, baxtar nəqəni, çiyi xizan qutu qurayvaz, raqiniz, qıza bayruş. Qani velin xuş hava dev sana lü'ü kürikeri, çexi qoçi, abur həya, raxun, lübənci bayruş. Dat ana xuy in qavum val, xayı biriz quray ləzzət, yardın rikiz muhubbattin, şərbətli kaytu zavayruş. Şair eyvaz, gölüm valmir, xeyir dua çəcehiliriz, tatab da xuy saç avuz ne, ömür dirəqe, düzavayruş. Allah divaz, aqal qonaqları qurayı vazmalım. Bir daha təbrik edirik, bir daha uğurlar. Çox sağ olun. Sağ olun. Sağ olun. Bizim bugün meclisimizde bayağı belirlemiştim ki Samur Ləzgi Mədəniyyət Mərkəzinin idarə heyətinin 6 üzvü iştirak edir. Onlardan biri de bizim Abir müəllimdir, Bakıdan gəlib, etnografımız, bizim Marmarın üzvü hər dəfədə Bakıdan gəlir tədbirə. Bəli. Bakıda Abir müəllim buyur. Sözün cəvan xeyrar, iqrami vətən əhliyar, Süqal Qəni Xuray, Eyvaz müəllimdir, bir qıda
Vileriz kozvay, bişida yaparız van kıza karni, marvar da vurç ehivalli. Marvar Eyvaz Mahmudi Gönerel zegna vakıf Mahmudi teklif daldı. Tuhana kastı. Sabur diyor tuhana. Cirna. Cirvilere buna. Cihil aylar aradalgana. Kani kuz marvar da fen vabri marvar veri san vişer aldı ya. Allah'a şükür. Sportta Gafavadıldaki играющий тренер. Eyvaz Malim Jarada играющий тренер hanım. Eyvaz Malim tek cihil ayarı tükürün rol alakniş viçalın alakna. Cirna mütalaa bunda. Hizat namaz Eyvaz Malim di çala Azerbaycan çalalını, Rus çalalını, Nizami di, Füzuli di, Akbanizda haric di, haricli hala Qatsepatan ölkəri var, şair hesabata bara bir əsərlik yazını çirirlər Artox Arneviçi. Qay Artox digan vay şair kaya qanici. Eyvaz mən təbrik so. Can sağ ol. Sağ ol. Sağ ol Abir müəllim. Abir müəllimin düz yanında Eyvaz müəllimin müəllimi oturub. Güneş müəllim. Güneş müəllim bizim Marvar Ədebi Dərnəyinin üzvüdür. Güneş müəllim Rah adlı kitabın müəllifidir. Vaxtınız xeyir, hörmətli qonaqlar, xoş gəlmişsiniz, tez-tez gələsiz məclislərə. Mən bu Eyvaz müəllimi çoxdan tanıyorum. 8-ci sinifdə oxuyurdu. 7, 8, 9-cu siniflərdə dərs demişəm. Şeirlər dəftəri vardı, Güneş müəllimə göstərirlər. Mən öz şeirlərimi oxuyardım. Mən 68-ci ildə yazırdım. Uşaqlar deyək, müəllim, Eyvaz müəllimdə şeirlər var ləzgicə. Ancaq mənə göstərmədi. Bilmirəm, neynədir. Ondan məndən Eyvaz müəllimin dostluğu yaranıb. Baxmayaraq, mən yaşca ondan böyüyəm. Eyvaz müəllim haqqında bəlkə bunun şairliyini, şeir olmaq həvəsini ilk tanıyan mən olmuşam Cibillərdən əvvəl. Çünki uşaqlar bir özə gördülər bunu. Sattılar. Sattılarsa. Hörmətim var. Ancaq bir şeir. Bu birinci dəfə öz kitabını, kitabımı göndərdi mənə. İşıq. Ləzgicəm. O kitab əlimə düşəndə bir dənə şeir yazmalı oldum. Onu oxuyum sizə. Qezikoliz ekatana, çpir patay qatay ök. Erkiman yazraq qatana, zav muhman kiz qatay ök. Ekatana, qalıcana, am yavars tuş, yaraq tuş am. Erçiğlin yuqal quna, xanarik iz gizaf xoş am. Saşirin ulubyam, Sazari dütkürnvay, çanda hatayçel xemrikayç aykutuna kürnvay, işirin har saçar çaz, nur güzvay çil, çıraq ya, viçan sağray, zari eyvaz, çek vun ya, vun çıraq ya, qunaq ilena payda xis, xayiçilni dedin çal, irqe vun qazaraq xis, luhray vaz eldi halal. Ben indi yazmaqla çox məşğul olmuram, tərcümələrlə məşğul oluram. Sağ ol, çox sağ ol, sizə uğurlar diləyirəm. Sağ ol Güneş müəllim. İğil Niyas, İvni Qudizçi. Güneş müəllimim olub. Çox sağ ol Güneş müəllim. Söz verirəm ki, bu kitabı Bugün bizim meclisimizde büyük Kudret Veli Hanım'ın oğlu Darwin Veli Hanım iştirak edir. O da atasının yoluyla gidip şiirler yazır. Bizim Marvar Edebi Birliği'nin üzvüdür. Darwin müəllimin yakın Eyvaz müəllimi deməyə sözlər. Şəkil çəkmir. Hem şekil çekir, hem şiir yazır. Hem illüziyalar, her şey. Cəm efendim. Her taraflı Hörmətli mərasim iştirakçıları, hörmətli qonaqlar, hamınızı salamlayıram. Bugün yəqin qonaqlar 180 kilometr yolu gəlmək üçün
yuxu birisi qənaət ediblər. Zəhmət çəkib gəliblər. Allah köməkləri olsun. Sağ olsunlar ki, gəliblər. Xoşdur bizə. Eyvaz müəllimi biz müəllim deyib müraciət edirik. Çünki o riyaziyyat müəllimidir. Ancaq Eyvaz müəllim olmamışdan hələ şair idi. Balacalıqdan, laf uşaqlıqdan qanunla gəlmişdi bunu bu şairlik. Ona görə müəllimlikdən qabaq bunda olub şairlik. Özü də riyaziyyat müəllimi. Eyvaz müəllimə mənim atamın əmsi oğlu Məmməd Nəbi müəllim dərs deyib yəqin. Özdə Kərim xanov, bəli. Eyvaz müəllimin bir dəfə söhbətini yadıma gəlir. Deyir ki, bir dəfə deyir, oturmuşdum deyir. Gəlib Məmməd Nəbi müəllim mənə dedi ki, sənin şeirlərini bəyənirəm, yaxşıdır. Xeyr olarsan, özün riyaziyyat müəllimi. Ancaq ədəbiyyat şeir yazırsan. Gəlsənə sən gidərdin bir ədəbiyyat fakültesinə. Cavab verdim deyir, müəllimlik bu riyaziyyatı mən sevirəm. Ona görə bu riyaziyyat fakültesinə gəlmişəm. Ancaq şairlik mənə anadan gəlmə gəlib. Ona görə mən bu şairliyi üstün tuturam. Ona görə bunu mən yazmalıyam, yazacağım da. İndi hörmətli iştirakçılar, mən də bir şair, Eyvaz müəllimin qələm yoldaşı kimi, bir şair kimi, daha doğrusu şair oğlu şair kimi, atamın dostu idi Eyvaz müəllim. Mürət xanımın dostu idi. Bəli. Sözdür. Allah rəhmət eləsin, kişi öz dəftərlərini tək mənə verirdi. Heç kəsə etibar eləmir şeir dəftərlərini. Özünün xətti var idi, bəzi hərfləri bilirdi, bəziləri bilmirdi. Oxumağı yaşlı kişi idi. Təkcə mən, Vidadi müəllimə də heç kitabı verməmişdik. Şeirlərini verirdi. Oğurlayacaqsın, Eyvazdan başqa. Allah rəhmət eləsin kişiyə. Allah kömək olsun. Bəli, şairlik çox yüksək bir mərtəbədə olan bir şəxsiyyətdir. Şairlik belədir ki, məsələn, iki nəfər bir pəncərədən baxır, çöldə də yağış yağır, narın yağış yağır. Biri baxır yağışa, yağışı görür. Deyir ki, sabah da yağacaq bu deyəsən, işlərim qaldı. Deyəsən, mən islanacaqam çölə çıxanda. Bunu fikirləşir. Eyni pəncərədən baxırlar. Ancaq şair baxıb orada ağacları görür, budaqları görür, o ağaclarda gizlənmiş sərçələri, bülbülləri görür. Damcıları gəlib gülün üstünə necə düşür, necə gülü öpür bu damcılar. Bunları hiss eləyir şair. Şairdə bu olmalıdır. Eyvaz müəllimdə bu keyfiyyətlər var. Mən Eyvaz müəllimi təbrik edirəm və daha doğrusu deyim, qələmi daha da güclü olsun. Allah ömür versin. Təbrik edirəm Eyvaz müəllim. Sağ olun. Sağ olun. Mən məclisdən sual demək istəyirəm. Kimsə yenə söz demək istəyirsə, buyurub qısa sözüm deyə bilər. Əgər söz demək istəyən yoxdursa, bizim maestro Ruslan bir dənə də ekskluziv mahnı hazırlayıb, şəxsən bu məclisin birinci dəfə, ilk dəfə oxuyacağım mahnını. Bizim məclisimizdə buyurun. Чехарда
bir zeda. Aşk idin dalda burbuz zirveda. Yara bayırış bileri layık zirveda. Çi bahtuniz ziyin güzel. Yardas ayak inat ettiğiniz buna. Azap bulir lezzet bakşar zat buna. Ey mazlum divane din hilbuna. Gana bacir sa dünya dizbin güzel. Brikin çara akunar mi damakdi. Vilim sanal gazdi zedai upachvi. Zes avaçta bükü batti çarlaksi. Azur yağız zumpakvi kim güzel. Evvel ahir çun sasadas bir zeda. Aşk idin dalda burbuz zirveda. Yana bayrış bileri layık zirveda. Çi bahtuniz ziyin güzel. Evvel ahir çun sasadas bir zeda. Aşk idin dalda burbuz zirveda. Yana bayrış bileri layık zirveda. Çi bahtuniz ziyin güzel. Çi bahtuniz ziyin güzel. Sağ olun, can sağ olmuşlar. Deməli, Cəhan mən bir 10-15 il bundan qabaq olmuş növbətdir. Eyvaz müəllimdən bir şey xahişləmişəm ömrümdə. Deməli, mənim böyük uşağım məktəbi qurtarırdı. O məktəb illəri mahnısına bənzər bir mahnı dedim, ləzgicə yaz. Mən Vidadi müəllimdən xahiş edeyim, ona bir musiqi yazsın. Məktəbi qurtaranda orada oxusun uşaqlar üçün. 2 il vaxt qalmışdı. 2 ildir bitdi, Eyvaz müəllim yazmadı. Ondan 2 il sonra o birisi uşağım məktəbi qutaracaqdı. Eyvaz müəllim dedim, o birisi uşağım qutarır, heç olmasa ona yaz. 2 ildə getdi, Eyvaz müəllim yazmadı. Ondan 2 il sonra o birisi uşağım qutarır, ondan sonra yazmadı. Üstündən 10 ildə keçib, Eyvaz müəllim yenə yazmır. Deyirəm, Eyvaz müəllim, niyə yazmırsan? Deyir, gəlmir. Uşaq gəlsin sonra. Deməli, bizim bir yaxşı dostumuz var. Eyvaz müəllimdən xahiş edib ki, bəs anam rəhmətə gedib, mənim anama 4 dənə sətr yaz, qəbir üstə yazmağa. Eyvaz müəllim yazır, o da qəbir üstünə yazır ona. Çox xoşu gəlir. 1-2 ildən sonra atası rəhmətə gedib. Yenə xahiş edir ki, Eyvaz müəllimdən, Eyvaz müəllim, bəs 4 dənə sətr yaz. O da Eyvaz müəllim daha 4 dənə sətr yazır, verir. Bu oxuyur, deyirəm, xoşuma gəlmədi, deyir. Bu nəsə düz gəlmədi. Eyvaz müəllim deyirəm, Eyvaz müəllim deyir ki, mənim atam sağdır axı, nətər yazır. Eyvaz müəllim his şairidir. Yəni, ürəyindən nə gəlirsə onu yazır. Gəlməyən şeyi yaza bilmir. İndi də vaxt gəlib, vədə çatıb Eyvaz müəllimin növbəsidir. Eyvaz müəllim, buyur, biz sənə qulaq asırıq. Nə gələcək? Hörmətli qonaqlar, əziz dostlar, mən hamınızı bağrıma basıram, hamınızı alqışlayıram. Çu mat səfərə qatna, qənin rizqi sühür xuy, in ökün əlatanı var söz iç evan xeyir xuy. Mənim evimizdə
90 yaşında ata boyda atam var. O məndən xahiş elədi ki, sizə onun alqışlarını və salamlarını çatdırım. Deməli, hamınıza salam göndərdi, hamınıza alqışladı. Gözümü açıb sadə, zəhmətkeş, namazlı, böyük kiçikli, atalı, analı, nənəli, nağıl kimi bir dünyada, bir uşaqlığımda yaşamışam. Və mənim hər günüm nağıl kimi gözümün önündən keçir. Uzun qış gecələrində mellər olardı kənddə. Mel iməclik deməkdir. Çiyini cəhrəli, qoltuğu yun darağı olan nənələr, bibilər, xalalar, məhəllənin yaşlı nəslin xanımları bir evə yığışardılar, yun əyirərdilər, yun darayardılar, ip əyirərdilər və mənim üçün ən maraqlı səhnə burada bir küncə qısılıb saatlarla onların mahnılarına, bayatılarına, oxşamalarına qulaq asmaq olardı. Və elə sözlər onların danışığında elə şeir qoşardılar ki, hər bir hadisə onların gözündən yayınmazdı. Birinin uşağı əskər getmişdisə, ona başlayardı ki, Bilicarda, ökörə qudqa, qan dağda, ökşedayval, o çel xosuna şikil rəxqoq, didedrik izrəq şedayval. Yəni, Bilicarda işıqları elə yandır ki, əskərliyə gedən ananın ürəyinə də bir işıq düşsün. Ayaq üstə şəkil göndər, belə söz qoşardılar. Və mən o sözlər, o bayatılar, o oxşamalar mənim uşaq qəlbimi bir istiliklə, bir sevgi ilə tərpətdi və sarsıtdı mı, silkələdi mi deyək. Mən yadıma düşmür ki, neçə yaşımda sevmişəm, neçə yaşımda yazmışam. Və indi yaş 60-a çatanda fikirləşirəm ki, o boyda uşaq o böyük söz sevgisinə, ürək hisslərinə necə dözürdü. Onun bir vaksini vardı. O vaksin, o bal dilli nənələrin, anaların bağrından qopan o folklor nümunələri idi. O elin canından qopan o gözəl sözlər mənim həyatıma, mənim hisslərimə vaksin nətərdirlər, peyvənd oldu. Mənim hisslərimi, mənim ürəyimi qorudu və mən çağlamağa başladım. Əlbəttə, o meyl dilində çağladım, o el dilində, o anaların dilində dünyaya baxışım artdı. Luhus taxuy, şair eyvaz sefilya, didet calal şiir kişid baxtavay, közar jemir zidir diyar emilya, zik at onuriz hər berədə vaxtava, tek xuda dal, yarğı izğil juvan, insan yazın durum quda azabriz, alaq aydaq qələm qələk qadaşsa, akur çovuz sat mükütə tatabriz, yer baxt, hər insan diz nesib duş, şiir yalav, şiir rikin çay yazı, rikin bulaq çeşme yazı xiyalrin, lezgi şiir, didec alan pay yazı. Sözü duymadan yazanda, yazı çiğ olur, bişməmiş olur. Və yaş ötdükcə hiss elədim ki, artıq mən sözü duymuram, sözə çevrilirəm. And olsun Pifagora, mən hamınızı söz kimi görürəm. İnsanları, bütün dünyanı söz kimi. Mən sizə elə bir söz kimi baxıram ki, hamınıza. O sözə kişi sözü deyirlər. Siz mənə söz verdiniz, kitabı çap edəcəyik. Söz verdiniz, məclisə gələcəyik. Söz verdiniz, bu gözəl, bu əvəzsiz bir məkanda mənim kitabımın yubileyi eləyəcəksiniz. O sözə əməl etdiniz. Ona görə hamınıza kişi sözü kimi baxıram. Sağ olun. Həmişə sözümüzdə bütöv olur. Və mən indi bu kitabı ərsəyə gətirməsində, gəlməsin. Buyur. Sağ ol. Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Kitabın bir bölməsi də Azərbaycan ədəbiyyatından tərcümələrdir. Və mən keçən dəfə məclisdə demişdim ki, Azərbaycan ədəbiyyatının nəhəng simaları ilə nəfəs-nəfəsə onları dinləmişəm pedaqoji universitetdə oxuyanda. Qabili dinləmişəm, Bəxtiyar Vahabzadəni, Kələntər-Kələntərli, Əmir Mustafayev və xeyli. Xəlil Rızanı dinləmişəm, Zəlimxan Yaqubu nəfəs-nəfəsə dinləmişəm. Dağıstan ədəbiyyatında Asəf Mehmanov, Bayram Səlimov kimi xalq şairləri dinləmişəm, götürmüşəm onlardan. Ramiz müəllimdən,
Vidadi müəllimlə, Qusar qəzetinin redaktorudur, bizim əməkdar jurnalistimiz. Onlarla təmasda, elmi, bədii mübahisələrdə, söhbətlərdə olmuşam və hamısından uğurlamışam, görüb götürmüşəm Ramiz müəllim. Oğul, sözlərimə yaxşı qulaq as. Ata nəsihəti faydasız olmaz. Yaxva, zira xunuriz yapçına qısan, bu badin aqulurin, fayda yamasan, Nizami Gəncəvi. Bir arzum var ey adamlar, qoyun deyim, sağlığında qiymət verin insanlara. Muradovaya insan arza közluhun, can alamaz har insan dizviçin masqun, qısan buruz can alamaz qısanluhun, yaman buruz can alamaz yamanluhun. Cabir Novruz. Gözəl bir şairimiz vardı, Qabil, Allah rəhmət eləsin. Ümman gəmisi çayda oturar üzməz. Çay gəmisi dağ boyda ləpəyə dözməz. Dözümsüz oluruq biz, səh düşəndə yerimiz. Hülün kimi vacara, əqəz diyəcəz açuqda. Vacun kimi əx diyəcəz ləpət xura amuqda. Əx istəyəcəz cəzvat al, taxayla çun çıqadal. Ceyhun müəllim var, Ceyhun müəllimi alqışlayıram buradan. Ağac dinmir, dağ danışmaz, dağ danışmır. Bar gətirən, bağ danışmır. Ölü dinmir, sağ danışmır. Əsəbləşib olmada yaz, su iç biraz. Dar giskana, dağra xazvaç. Aqaqna vay, bağra xazvaç. Envaydi lip, sağra xazvaç. Qələ katna, jemir qezil, yad qoxtimil. Bir gözəl şairəmiz var İsmailidə, Qurban Əfəndi kəndində, Turac Hilal, ləzgi qızıdır, elə gözəl şeirlər yazır, valla. Bir diz ola, baş qoyub darıxasan, bir əl ola, yaran üstə sıxasan, bir yol ala, Tanrıyacan çıxasan, deyəsən ki, at məni gözündən, at məni göyündən. Samet qanday, ilə siqna qıqışday. Sağil necə, quna xirel ilistay. Sarıq necə, qurban tirdal iliftay. Axballuhu, juvant savay dugura. Salam olsun Turac xanıma. Əlimə alınca əlim qurudu. Qurudub göndərmə bənövşələri. Nəfəsim qurudu, dilim qurudu. Qurudub göndərmə bənövşələri. Əlbəttə şeir bizim ustadımız, gözəl dostum, qardaşım Ramiz müəllimin şeiridir. Zağilek qunkumaz, zığil qurana. Qururnara qurmir, zazmul diçker. Lap ziyal qurana. Zimmez qurana, qururnara qurmir. Zazmul diçker. Can sağlığı, çox sağ ol Ramiz müəllim. Və mən hamınıza təşəkkürüm bildirirəm. Bir gecə idi, qış gecəsi mənə zəng gəldi. Mən də tez bazar durdum, bizim hörmətli Zahir müəllim idi. Zahir müəllim mənə zəng edib, xahiş edir ki, bəs sabaha kimi Nizaminin sənsizinin ləzgi dilində tərcüməsi lazım. Deyirəm, Zahir müəllim, əvvəl Nizaminin sənsizini başa düşüm, duyum, onda birisi günəkmə olsun deyir. Nəysə, mən o qədər onu aradım, axtardım, filoloqlarla danışdım. Axır bu tərcümə sayəsində mən Zahir müəllimin gücü ilə mi deyək, doğru mu arqaladınız? Sağ ol Zahir müəllim və mən hamınıza təşəkkür edirəm. Bu gözəl məclisdə, bu 10-cu kitabımın nəşrində, çapında xidməti olanlara, əl tutanlara, xeyir dua verənlərə və hamınıza, elə bu məclisə gələnlərə, onu oxuyanların hamısına təşəkkür edirəm. Bizim gözəl bir Marvar ədəbi məclisimiz var. Marvar ədəbi məclisi martın 2-də 2013-cü ildə Bakıda Samur Mədəniyyət Mərkəzinin nəzdində təşkil eləmişik və bugün də fəaliyyət göstərir. Marvar Mədəniyyət Mərkəzi 97 tədbir keçirib. 97. Bu 97 tədbirin ənli tədbiri bizim Qusar torpağının, Azərbaycanın gözkəmli şairlərinə, yazıçılarına,
onların yaradıcılıq gecələrinə, onların kitablarının çap olunduğu kitab təqdimat mərasimlərinə onlara xidmət edib və biz Azərbaycanı sevirik. Çünki mən Azərbaycan vətəndaşıyam. Mən Azərbaycanı poetik sevirəm, söz kimi, dünya kimi sevirəm. Mən Azərbaycansız yaşaya bilmərəm. Bu mənim vətənimdir və mən ləzgi dilində yaradıram. Vətənimi ana dilimdə tərənnüm edirəm. Çünki məndə daha yaxşı ağır. Vallahi mən Azərbaycan da dilində şeir yazanda Zəlimxan dünyasından, Ramiz müəllimin şeirlərindən utanıram. Çünki kölgədə qalır. Mən isə kölgədə Əmir müəllim demişkən kölgədə olmaq istəmirəm. Ona görə inşallah Marvar olub, 13 ildirsə olubsa, indən sonra da o Marvarı yaşadacağıq. İşte mən həmişə arzulayıram ki, bir mütaliəsiz qalmayın, bir vətənsiz qalmayın, bir şeirsiz. Bizim Zal müəllim gəlib Kişan kəndindəndir, Xaçmazda bizim hörmətli ziyalımızdır. Zal müəllimi görən kimi, Zal müəllimgilin kəndinə asfalt çəkilib Şahdağın zirvəsindədir Kişan kəndi. Mən səssiz səmirsiz gedirəm Kişan kəndinə. O Kişan kəndində televişka olan bir təpə var. Maşını sürürəm o təpəyə. Özüm üçün çay dəmləyirəm, tək. Oturub orada yazıram, oturub orada oxuyuram səhərdən axşama kimi. Bütün təpələrin, bütün dağların, düzlərin yerini də bilirəm, adlarını da. Hamınızı alqışlayıram, hamınızı qucaqlayıram. Sağ olunuz. Bütün dünyada sülh olsun, bütün heç yerdə müharibə olmasın. Heç vaxt anaların gözü yaşlı olmasın və sizin hamınıza deyirəm qədəmləriniz uğurlu olsun. Mənə göstərilən bu etimad mənim dilimə, mənim elimə, vətənimə göstərilən hörmətdir, qayğıdır və mən ona görə bu gözəl məkanda bu imkanı yaradan bizim Həcibalayev Elvira xanıma, buranın rəhbərliyi sizə, Fatimə xanıma, bizim rayonumuzun rəhbərliyinə, Sahir müəllim başda olmaqla, bizim ölkəmizdə belə bir münbit şəraitin olmasında xidməti olan, rolu olan cənab prezidentə, onun siyasətinə hamınıza təşəkkürəm, hamınıza təşəkkür edirəm, hamınıza alqışlayıram. Var olunuz, çox sevindim. Rəvan müəllimə salamımı çatdırarsınız. Ramil müəllim axırıncı tədbirimiz olmasın. Bizim ağsaqqal şairlərimiz oturub orada, Vaqif müəllim, Rima xanım var, burada Ceyhun müəllim var, cavan şairəmiz var. Onların da kitabları multikulturizmdə inşallah çap olunsun. Sağ olun. Sağ olun. Can sağ olun. Ramil müəllim, deməli, yəqin ki, kiminsə ürəyində nəsə sözü qalıbsa, sualı qalıbsa, buyur. Əgər yoxdursa, biz məclisimizi bununla bağlı eyləndirik və hamınıza təşəkkür edirəm, hamınıza çox sağ olun deyirəm, Allah sizdən razı olsun. Çox sağ olun. Çox salamat. Hala qasara.